Qarun kimi olmayasan ki, insanlar Qarunun var dövlətini gördülər, dedilər ki, ey kaş Qaruna veriləndən bizə də veriliydi. Allah bir an içində Qarunu, bütün var dövlətini məhv etdi. Deyir, eyvahlar olsun, sanki Allah istədiyinə bir anda mülkü verir və bir anda insandan mülkü alar. Mülk Allahındır. İmam Səccad Aleyhisselamın dualarında var, deyir ki, وَرَدِّنِي مِنَ الْعَيْشِ بِمَا قَسَمْتَ لِي İlahim, mənim qismətimə təyin etdiyi, mənim üçün bölüşdürdüyün o dolanışığımı məni razı sal. Məni elə et ki, mən razı olum. Başqalarının malında, mülkündə gözüm olmasın. Həzrəti Musa Aleyhisselamı Allah Teala vəhy etdi, hədisi qüdsüdədir bu. Dedi, ey İmranın oğlu, insanlara verdiyimə görə heç vaxt insanlara həsəd aparma. Bir insana ki, öz lütfümdən nəsə vermişəm, onlara həsəd aparma. Gözün ucuyla belədir, o tərəfə baxma. Heç bu barədə düşünmə. Çünki həsəd aparan mənim nemətimə qarşı narazıçılıq edəndir. Mənim bölgümün qarşısını almaq istəyəndir. Kim deyir belə olarsa, nə mən ondanım, nə o məndəndir. Nə mən ondanım, nə o məndəndir. Biz nə deməkdir? Quran-ı Kərimdə bir ayə var. Nəsullaha fənsahum ənfusahum. Və yaxud da onlar Allahı unutdular, bugün də sən unudulacaqsan. Allah unutması haşa yaddan çıxartmaq anlamında deyil. Yəni lütfünü, mərhəmətini ondan kəsməsidir. Bir bəndəni ki, Allah da buraxdı başlı başına, ən böyük bədbəxtlik ondadır. Artıq o qəlbi möhürlənmiş insanlardan olacaqdır.